Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər və dəyərli dostlar. Mənim bütün çıxışlarımda işlətdiyim bir söz var ki, çalışın həyatınızda mütləq istirahətə zaman ayırın. Təbii ki, hər kəs üçün həyat fərqli cürdür, fərqli cür başlayır və fərqli cür bitir. Günümüz fərqli cür başlayır və fərqli cür bitir. Amma mütləq və mütləq həyatımızda istirahətə zaman ayırmalıyıq. Nə qədər gərgin iş rejimində olsanız, nə qədər yorğun olsanız, mütləq özünüzə və ailənizə, yaxınlarınıza istirahət ayırın və zaman ayırın. Bu sizin üçün günə yenidən başlamaq, həyata yenidən başlamaq və günü hər zaman dinamik və enerji saxlamanız deməkdir. Bugün biz də ənənəvi olaraq 2025-ci ilin uğur qazanan bütün əməkdaşlarımızı xüsusi təbrik elədik. Yeni uğur qazanmış, yeni start sədrlənmiş bütün əməkdaşlarımızı təbrik elədik. Və 2026-cı ilə TNS kollektivi olaraq, TNS liderləri olaraq artıq tam hazırıq. 2026-cı il bizim üçün çox möhtəşəm və peşkar il olacaq. Deyərəm ki, kollektivimizə qoşulacaq hər bir əməkdaş növbəti bir il ərzində öz peşkar fəaliyyətini çox ciddi şəkildə davam etdirəcək. Növbəti videolarımızda inşallah görüşmək ümidi ilə. Sağ olun.